Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Hadisə iyulun 23-də saat 23:00 radələrində şəhərin 9-cu mikrorayonunda 52 saylı binanın qarşısında qeydə alınıb. Sumqayıt TV-yə verilən məlumata görə 30 yaşlı Elşən Şahverənov ilə 26 yaşlı Anar Ağamirzəyev arasında yaranan mübahisə zamanı sonuncu bıçaq xəsarətləri alıb. Şahidlərin bildirdiyinə görə Elşən Şahverənov Anar Ağamirzəyevə 2 bıçaq zərbəsi endirib. Yaralı hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb və ona zəruri tibbi yardım göstərilib. Hadisəni törətməkdə şübhəli bilinən Elşən Şahverənov polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, xəbərdə yer alan məlumatlar ilkin xarakter daşıyır. Hadisənin baş vermə səbəbləri və digər təfərrüatları aidiyyəti dövlət qurumlarının aparacağı araşdırmalardan sonra məlum olacaq. Sumqayıtda baş verən hadisələrdən operativ xəbərdar olmaq üçün Sumqayıt TV-nin YouTube kanalına abunə olmağı, Instagram, Facebook və TikTok səhifələrimizi bəyənməyi və paylaşmağı unutmayın.